Hə, sonra baxaq 8-ə, 4-ə bölünmə əlamətimizə. Sadəcə uşaqlar, gəlin bu 3-ə bölünmə əlaməti, bir də 9-a bölünmə əlamətinin isbatını da verim sizə. Məsəl üçün, deyək ki, 3 rəqəmli ədəddir, düzdürmü? Deyirəm bunun 3-ə bölünməsi üçün bunun rəqəmlərinin cəmi 3-ə bölünməlidir. Gəlin indi görək bu həqiqətən niyə belədir? Bax, təklik, onluq, yüzlük. Yazıram 100A, üstə gəl 10B, üstə gəl 1C bərabər. İndi burada bunu 3-ə bölünən ədəd formasında yazıram. Yəni yazaram 99A, üstə gəlinsin 1A, üstə gəl 9B, üstə gəl 1B, üstə gəl 1B, üstə gəl C. Baxın, 99A, üstə gəl 9B, üstə gəl A plus B plus C. Əgər, bax, bu 3-ə bölünməsi üçün bu 3-ə tam bölünür, bu da 3-ə tam bölünür. 3-ə bölünməsi üçün rəqəmlər cəmi bölünməlidir. Gördünüzmü? Buradan gəlir o. 9-a bölünmə də eyni qaydadadır. Yəni, burada 9-a bölünməsi üçün ABC cəmi mütləq şəkildə nəyə bölünməlidir? 9-a tam bölünməlidir. İndi 4-ə bölünmə əlamətimizə baxaq. 4-ə bölünmə əlamətimiz ümumiyyətcə yadınızda saxlayın. Bu bir qaydadır. Bax, 2 üstü 1, 2 üstü 2. 2 üstü 1 2-dir. 2 üstü 2 4. 2 üstü 3 8. 2 üstü 4 16. Bax, 2-yə bölünmə əlaməti son bir rəqəm cüt olmalıdır və yaxud da ki, 2-yə bölünən olmalıdır. Belə deyək, məsələn 10, 12, 14 görürsünüz, sonumuz cüt olur və yaxud da ki, ədədimizin sonu 0 ilə bitir də. Bu ədədlər bizdə 2-yə tam bölünür. Deməli, son bir rəqəmim ya 0 olmalıdır, ya da cüt rəqəm olmalıdır. 4-ə bölünmə əlamətimiz son 2 rəqəmimiz ya 0 olmalıdır, ya da son 2 rəqəmimiz 4-ə tam bölünməlidir. 8-ə bölünmə əlaməti ya son 3 dənə 0-la bitməlidir, ya da son 3 rəqəmi 8-ə bölünməlidir. Sonra bu 2-nin qüvvətləridir. Bu 16-ya bölünmədə də belədir. 32-yə bölünmədə də elədir. Məsələn, 128-ə bölünmə əlaməti desək, tutaq ki, indi çox istifadə olunmur, ümumi deyirəm. 128-ə bölünmə əlaməti deyəndə bu 2 üstü 7 deməkdir, eləmi? 2 üstü 7 deməkdir, bəli. Deməli, son 7 rəqəmi 0-dırsa 128-ə bölünür. Bir də son 7 rəqəmi 128-ə bölünürsə, ədəd 128-ə tam bölünür. Tutaq ki, misal üçün dedim. Yəni, hardan gəlir? Yadınızda qalsın. İndi bəzi qarşılıqlı sadə ədədlərimiz var. Qarşılıqlı sadə ədədlər bilirsiniz də, ortaq sadə vuruğu olmayan ədədlər qarşılıqlı sadə ədədlərdir. İndi burada, məsəl üçün, 6-ya bölünmə əlamətimizi özümüz yaradırıq. 2-yə və 3-ə bölünməlidir. 2 ilə 3 qarşılıqlı sadədir. Qarşılıqlı sadə ədədlər haqqında dərsin sonunda tam izah verəcəm. Sadəcə ümumi olaraq deyirəm. 2-yə 3-ə bölünməlidir. Sonra 12-yə bölünmə əlaməti 4-ə 3-ə bölünməlidir. 15-ə bölünmə əlaməti 5-ə 3-ə bölünməlidir. 18-ə bölünmə əlaməti 9-a 2-ə bölünməlidir. Bax, bunlar hamısı qarşılıqlı sadədir. Görürsünüzmü? Üçü də qarşılıqlı sadədir. Qarşılıqlı sadədirsə hətta bu da. Qarşılıqlı sadə olanda bölünmə əlamətini özümüz yarada bilərik. 18-i 2 dənə qarşılıqlı sadə ədədin hasılı kimi göstərə bilirsənsə 9 vur 2 kimi. Onda deməli 18-ə bölünmə əlaməti 2 ilə həm 2-yə bölünməlidir, həm 9-a bölünməlidir. Nümunə yazıram. 36 sonu cütdür, 2-yə bölünür. Rəqəmlər cəmi 9, 9-a bölündüyünə görə bu ədəd 18-ə tam bölünür. Məsəl üçün, misal kitablarımızda var, testlərimizdə. 30-a bölünmə əlaməti. 30-a bölünmə əlaməti olacaq 3, həm də 10.
Deməli, ədədimiz həm 3-ə, həm də 10-a bölünməlidir. 10-a bölünmə əlaməti nədir? Son rəqəm 0 ilə bitməlidir. Məsəl üçün yazıram 7x8 y. Deyirəm bu ədəd 30-a bölünməsi üçün x-in ala biləcəyi qiymət. Ədədimiz həm 10-a bölünməlidir. Deməli, sonu 0 ilə bitməlidir. Yazıram 7x8 0. Sonra 3-ə bölünməsi üçün rəqəmlər cəmi 3-ə bölünməlidir. Burada 15 edir. Deməli, x-im 0 ola bilər. 3 olsa, 6 olsa, 9 olsa. 15-in üstə 3 yəni 15 bölünür. 15-in üstə 6 da gəlsək bölünər. 9 da gəlsək bölünər. Deməli, x-im bu ədədlər olacaq. Y-im da yalnız 0-a bərabərdir. Ümid edirəm, tez-tez izah etmirəm. Başa düşürsünüz hər bir qaydanı. Sonra 25-ə bölünmə əlamətimiz var. 25-ə bölünmə əlamətimiz, baxın uşaqlar, burada qeyd etmişəm. 25-ə bölünmə əlaməti son 2 rəqəm ya 0 ilə bitməlidir, ya da ki, həmin ədəd 25-ə bölünməlidir. Belə deyək, 25-ə bölünən ədəd də 0, 0, 25, 75, 50, 50. Bu 4 dənə ədəd olur da. Yəni, bu olsa 25-ə tam bölünəcək. 50-yə bölünmə əlaməti də ya 50 olmalıdır, ya da son 0, 0 olmalıdır. Bu da belə. Sonra, xüsusi qeydimiz var. Toplananların hər biri A ədədinə bölünərsə, cəm A ədədinə bölünər. Baxın, uşaqlar, 1780, üstə gəlsin, məsəl üçün, 1900. Deyirəm ki, bu ədədin 10-a bölünməsindən qalığı tap və yaxud da ki, 10-a bölünür ya bölünmür. Baxın, 10-a bölünən, birinci ədədimiz 10-a bölünürmü? Bəli, bölünür, sonu 0-la bitir. İkinci ədədimiz 10-a bölünürmü? Bəli, bölünür, sonu 0-la bitir. Deməli, bu cəmdə, alınan cəmdə 10-a tam bölünəcək. Yox, məsəl üçün, qalıqlı bölmədə necədir? Qalıqlı bölmədə. Məsəl üçün, deyək ki, qoy bir dənə vurmanı da deyim, sonra. Hasildə necədir? Məsələn, deyirəm ki, 175 vurulsun 180. Bu deyirəm, ədədimiz 3-ə yox. Məsəl üçün, 10-a bölünürmü hasildən? Baxırsan ki, bu 10-a bölünəndə qalıq 5 qalır. Bu 10-a bölünəndə qalıq 0 qalır. Əgər, bizdə qayda belədir, əgər ədədlərin hər hansı biri, bir dənəsi bu ədədə tam bölünürsə, deməli həmin ədəd onda elə tam bölünəcək, hasildə tam bölünəcək. Başa düşdünüz? Yəni, burada biri bölünürsə kifayət eləyər. 5-i 0-a vuranda bizdə qalığımız 0 edir. Baxın, indi qalıqlı bölmədə var. Bizdə qalığı asan formada tapmaq. Məsəl üçün, 1780-dir, düzdürmü? Üstə gəlinsin 193. Tutaq ki, deyirəm ki, indi bu ədədin 3-ə bölünməsindən qalığı tap. İndi biz bunu toplamayıb da qalığı tapa bilərik. Birinci bunu böləndə rəqəmlər cəmimiz neçə eləyir? 8, 16. Deməli, burada qalıq 1 qalır. Bunu toplayanda 13 edir. Burada da 1 qalır. 1 ilə 1 toplayanda 2. 2-yi də 3-ə böləndə yenə qalığım 2 qalır. Deməli, bu cəmin 3-ə bölünməsindən alınan qalıq bizdə neçədir? 2-dir. Bu hasil formasında olsa da biz qalığı yenə də tapa bilərik. Baxın, 1835 vurulsun 1930-un kvadratı da yazıram hətta. Deyirəm, bunun 3-ə bölünməsindən qalığı tapın. Bunu 3-ə böləndə 6, 2 qalır burada. Bunu 3-ə böləndə burada da qalıq 1 qalır. 1-i 2-yə vurursan neçə etdi? 2. 2-nin kvadratı 4. 4-ü 3-ə böləndə qalığım nə qalacaq? 1. Aydındır. Qalıqlı bölmədə. Qalıqlı bölmə bilirsiniz də, əgər bir ədəd digər ədədə tam bölünmürsə, bu bizdə qalıqlı bölmədir. Yadınızda saxlayın, ədədi məsəl üçün 10-a bölürüksə, qalığımız bizdə 10-dan kiçik olmalıdır. 9, 8, 7, 6, 5, 4 belə gedir.
Ən sonda da qalığımız hə. Sonra bizdə nəyə diqqət etməliyik? Deyək ki, baxın uşaqlar. Ədədi hər hansı bir ədədə bölürük. Məsəl üçün 30 bölünsün 7 bərabərdir. Bizdə qismətimiz 4, qalığımız 2 qalır. Düzdürmü? Yadınızda saxlayın. Həmişə qalıq böləndən kiçik olmalıdır. Deməli, qalıq kiçik olmalıdır bölənlə. Bölən əgər 5-dirsə, qalıq onda ondan kiçik olmalıdır. Qalığımız da 0 ola bilər. Ha, yadınızda saxlayın. Sonra bizdə bölünmə əlamətimizdə var bölən, bölünən, qismət, qalıq. Bölünəni tapmaq üçün böləni qismətə vurub üstə də qalıq gəlirik. Bölünəni tapmaq üçün nə edirik? Böləni qismətə vurub üstə də qalıq gəlirik. Əgər qalıq yoxdursa, qalığı toplamırıq da. Sonra bu bayaq dediyim qaydaydı. Qalıqlı bölmədə uşaqlar. Bu hasilin 9-a bölməsindən alınan qalığı deyir tap. Nə edirsən? Birincini bölürsən, ikincini bölürsən, tapdıq. Birincini böləndə qalıq 5-dir. İkincini böləndə qalıq 7-dir. 5-i 7-yə vursan 35, 35-i 9-a bölürsən qalığım 8 qalacaq. Sonra bir də bizdə belə suallar ola bilər. Məsələn, deyirəm A-nı 5-ə böləndə qalıq 4 qalıb. Düzdürmü? Uşaqlar, burada A-nın yerinə rəqəm qoya bilərsiniz. Məsəl üçün, deyək ki, A bizdə A-nı 5-ə böləndə 4 edir. Bu hansı ədəd ola bilər? A ən birinci 4 ola bilər. 4-ü 5-ə böləndə 0 düşür, qalıqda da 4 düşür. Sonra məsəl üçün 9 ola bilər, sonra 14 ola bilər. Bunlar gedir belə. İstədiyin ədədi bunlardan seçib qoya bilərsən. Sonra bizə deyir ki, A kvadrat plus 1-in 5-ə bölünməsindən qalığı tap. A-yım nə idi? 4 deyildimi? 4-ün kvadratı 16, 16-ın üstə 1 gəndə 17, 17-yi də 5-ə böləndə 2. Qalıq 2 qalır. 9 qoyanda 81, 82, 5-ə böləndə 2. Bu da bizdə 2 qalır. Ona görə uşaqlar, bax, bu formada yaza bilərik. Mən sizə məsləhət görərdim ki, həmişə bu cür misallarda uşaqlar ən kiçik ədəd, yəni 4-ü qoyun yerinə yoxlayın. Digər ədədləri qoyub yerinə yoxlayanda biraz böyük ədədlərimiz alınır. İndi burada nə edirik? Baxaq. Baxın, bir də bunu belə deyək də, məsəl üçün, hər hansı bir A ədədini 5-ə böləndə qismət bilmirik nədir? 1x-dir, qalıq da 4-dür. Əslində yazılış qaydası belədir. A bizdə bərabər olur 5x üstə gəlinsin 1. Düzdürmü? İndi bizə deyir ki, A kvadrat plus 1. Yazırsan bunun kvadratı 5x plus 1-in kvadratı. Kvadratının üstə 1 gələndə həmən deyirəm bu ədədin 5-ə bölməsindən qalığı tap. İndi bunu nə edirəm? Bunu 5-ə tam bölünür. Burada qalıq 1 qalır. 1-in kvadratı 1. Sonra 1-in də üstə 1 gələndə 2 eləyir. 2-yi də 5-ə böləndə yenə də qalığımız 2 qalacaq orada. Yəni bu formada həll etmək də olar. Sonra bizdə gəlir sadə mürəkkəb ədədlər. Uşaqlar, bölənlə bölünənin fərqi nədədir? Gəlin baxaq. Bölən 20-nin böləni 20 həm 1-ə, 2-yə, 4-ə, 5-ə, 10-a bölünür, bir də 20-yə. Ədədin bölündüyü ədədlər onun böləni adlanır. Bölünən isə ədədin bölündüyü ədədlər. Məsəl üçün 20 hansı ədədi 20-yə bölə bilərik? 20-dir, 40-dır, 60-dır, bu da 80-dir, 100-dür. Bu da ədədin bölünənləri adlanır. Birinci bölənlərdir, bunlar bizdə bölünəndir. Bölən odur ki, ədədi hansı ədədə bölə bilərik? Məsələn 3-ə, 4-ə, 5-ə. Bu bizdə böləndir.
Bölünən odur ki, həmin bu ədədin böldüyü ədədlər hansıdır? 20-dir, 40-dır, 60-dır. O da bizdə bölünənlər adlanır. Yadınızda saxlayın. Bölən ədəddən kiçik olur, birdən böyük olur. Bölünən isə ədədin özünə bərabər olur və ədəddən böyük olur və sonsuz sayda olur. Bölənlərin sayını tapmaq olar, amma bölünənlərinin sayını tapmaq qeyri-mümkündür. Sonra yazıram sadə mürəkkəb ədədlər. Sadə ədədlər nədir uşaqlar? Sadə. 1-ə və özünə bölünən ədəd sadədir. Baxaq. Məsəl üçün 2, 3, 5, 11. Bax 2-yi nəyə bölə bilərəm? 1-ə bölə bilərəm 2-yə. 11-i nəyə bölə bilərəm? 1-ə bölə bilərəm, 11-ə bölə bilərəm. 13-ü nəyə bölə bilərəm? 1-ə, 13-ə. Görürsən, bu ədədlər bizdə nədir? Sadədir. Sadə ədədlər nəyə bölünür? 1-ə və özünə. Sadə ədəd nəyə bölünür? 1-ə və özünə bölünür. Mürəkkəb ədəd nədir? 1-ə və özünə bölmədən də başqa digər bir ədədə bölünsün. Yəni 2-dən çox böləni olsun. Məsələn 14. 1-ə bölünür, özünə bölünür. 14-ü 1-2-yə bölmək olar, 7-yə bölmək olar. Görürsünüz, 1-ə və özünə bölünmədən başqa digər ədədlərə də bölünən ədədlərə biz sadə ədəd, mürəkkəb ədədlər deyirik. Yadınızda qalsın. 1 nə sadədir, nə də mürəkkəb. Bu qeyddir, yadınızda saxlayın. Ən kiçik sadə ədədimiz 2-dir. Sonra ən kiçik mürəkkəb ədədimiz 4-dür. Sonra burada ədədin sadə olub olmadığını bu qayda ilə təyin etmək olar. Məsəl üçün deyək ki 41-dir, düzdür uşaqlar? 41 sadədir, mürəkkəb. Bilirik ki sadədir. İndi bunun sadə olduğunu hesablamaq üçün bunu ədədlərə bölməliyik, düzdürmü? 2-yə, 3-ə, 4-ə, 5-ə, 6-ya yoxlamalıyıq ki, görək bu hansı ədədə bölünür və yaxud da ki, bəlkə heç bölünmür. Onu durub sən 1-dən 41-ə qədər ədədləri hamısına böləsi deyilsən. Hansı ədədlərə bölsən kifayət edər. 41 nəyin kvadratına yaxındır? 36-nın. 36. Ya bil 6-nın kvadratına yaxındır da. 6-dan kiçik hansı sadə ədədimiz var? 5, 3, 2. Əgər 41 bu 3 ədədə bölünmürsə 41 bu 3 ədədə bölünmürsə deməli sadə sayılır. Başa düşdünüz? 41 bu 3 ədədə bölünmürsə deməli sadədir. Yəni bunu bu formada da tapmaq olar. Xüsusi burada qeyd var. Kim istəsə əgər kitabımızın PDF-ini ataram. Həmçinin qısa bir zamanda da satışda olacaq. Sonra bizdə mürəkkəb ədədlərin sadə vuruqlara ayrılması. Uşaqlar, ədədi hər bir mürəkkəb ədədi, məsəl üçün yazıram 100. Hər bir mürəkkəb ədədi biz sadə ədədlərin hasili formasında yaza bilərik. Baxın, 100-ü yaza bilərəm. 2 vur, 2 vur, 5 vur, 5. Bunların hasili bizdə 100 edir. Bu adlanır bizdə ədədin sadə vuruqların hasili formasında göstərməsi. Bəs deyə bilərsiniz ki, müəllim, biz bunu nə bilək ki, bu formadadır? Bunu biz sadə vuruğa ayırırıq. Bax, 100 yazdım, xətt çəkirəm belə. Sağ tərəfdən yalnız sadə ədədləri yazıram. Yazıram, 100-ü 2-yə böldüm 50, 50-yi 2-yə böldüm 25, 5-ə böldüm 5, 5, 1. Məsələn, 200-ü 2-yə böldüm 100, 200-ü 200-ü 100 idi. 100-ü 2-yə böldüm 50, 2-yə bölürəm 25, 5-ə bölürəm 5, 5, 1. İndi bunların asan formasında ayrılışını da öyrədəcəm sizə. Bu oldu ədədin nəyə? Sadə vuruqlara ayrılması. Nümunə yazaq. Burada bax 130'dur. 130'u 2'ye bölürəm. 65, 65'i 5'e bölürəm. 13, 13. Burada uşaqlar, bu sağ tərəfdə olan ədəd ancaq sadə olmalıdır. Bir də bir şey deyim. İstəsən böyükdən başla, istəsən kiçikdən başla. Burada qiymət dəyişmir. Və yaxud da ki, deyək ki, alınan nəticə həmişə eynidir. Sən 130'u 13'ə böl.
130-u 13-ə böləndə burada 10 edir. 2-yə böləndə 5, 5, 1. Bax görürsüz, bu burada sadə vuruqlar burada da var. Eyni şeydir. Yəni dəyişən bir şey yoxdur. 270-i də bölməsini göstərdim burada. İndi uşaqlar, baxın, ədədi sadə vuruqları formasında göstərəndə, bax 2-dən neçə dənədir? 3 dənə. Yazıram. 200 bizdə bərabərdir 2 üstü 3-ə, 5 üstü 2-yə. Bax bu. Bunu bu formada yaza bilərik. İndi sizə bir şey deyim. Deməli, sadə vuruqları niyə ayırırıq da? Ədədin sadə vuruqlara ayrılması bizim nə işimizə yarayır? Nəyi hesablamaq üçün bunu sadə vuruqlara ayırırıq? Yadınızda saxlayın. Sadə vuruqlara ayırma ədədin bölənlərinin sayını tapmaq üçün istifadə olunur. Bu bir. Sonra ədədin ən kiçik ortaq bölənini tapmaq üçün, ən böyük ortaq bölənini tapmaq üçün istifadə olunur. Əbubu, əkubu tapılmasında böyük bir rolu var. Gəlin indi baxaq birinci nəyə? Baxaq görək. Məsəl üçün, deyək ki, 100-dür, düzdürmü? 100-ün neçə dənə böləni var? 100-ün 1, 2, 4, 4, 5, 10, 20, bir də 25, 50, 100. 100-ün neçə böləni oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə. 9 dənə nəyimiz var? Bölənimiz. Bəs yaxşı, indi daha böyük ədəd olsa, məsələn 1000 olsa, yəni sən durub bunu 1-dən 100-ə qədər ədədləri sayas deyilsən ki, xeyr. 100-ü bayaq yuxarıda sadə vuruqlara ayırmışdıq. Bu, 2-dən 2 dənədir, 5-dən 2 dənədir. Deməli, 100-ün natural bölənlərinin sayını tapmaq üçün nə edirik? Qaydamız belədir. Ədəd sadə vuruğa ayırdıq, qüvvət formasında yazdıq. Qüvvətlərinin üzərinə 1 əlavə edirəm, bir-birinə vururam. Cavabım edəcək 9. Bu nəyin tapılması idi? Natural bölənlərin sayının tapılması. Ədədin natural böləninin sayını tapmaq üçün bu qaydadan istifadə edirik. Uşaqlar, 100-ə baxaq. 100-ümüzdə, buradan yazım qoy. 100-ümüz 2, 2, 5, 5 deməkdir də. 100-ümüzdə bizdə 4 dənə sadə vuruq var. Sadə vuruq. 4 dənə sadə vuruq var. Niyə? Bax say 1, 2, 3, 4 dənə. 2 dənə müxtəlif sadə vuruq var. Müxtəlif. 2 dənə. Hansıdır? 2 ilə 5-dən ibarətdir də müxtəlif sadə vuruqlarımız. İndi sonra 2 dənə də müxtəlif sadə vuruğumuz var. Neçə dənə natural bölənimiz var idi? Natural bölənlərin sayı. Natural bölənlərin sayı neçə dənə idi? 9 dənə idi. Düzdürmü uşaqlar? İndi neçə dənə sadə bölən var? Sadə bölən deyəndə, bax bizim ilk ağlımıza gələn natural bölənlərinin içərisində sadə olanlar. Bax 2, 5. Deməli, sadə bölən 2, 5-dir. Baxıram ki, sadə böləndən müxtəlif sadə vuruq eyni şeymiş. Həqiqətən də burada bunlar eyni olur. Qeyd yazın özü üçün. Qeyd. Sadə bölən bərabərdir müxtəlif sadə vuruğa. Deməli, sadə bölən müxtəlif sadə vuruğa bərabərdir. Yadınızda qalsın, yadınızdan çıxmasın. Bunlar da belə. Sonra uşaqlar, indi mürəkkəb bölən, gəlin bir dənə də ədəd yazım, onun üzərindən də işləyək də, olarmı? Məsəl üçün 150. 150-ni sadə vuruqlara ayırsam, 3-ə bölsəm 50, 5-ə bölsəm 10, 5-ə bölsəm 2, 2, 1. Bax, 150 bizdə 2 üstü 1, 5 üstü 2, 3 üstü 1 deməkdir. 150 bizdə bax bu deməkdir. İndi 150-nin neçə dənə vuruğu var? 1, 2, 3, 4 dənə sadə vuruğu var.
Sadə vuruq. 2 dənə, 3 dənə müxtəlifdir. Müxtəlif, sadə vuruq. Axı biz bayaq dedik, sadə bölən müxtəlifə bərabər idi. Həm də yaza bilərəmmi? Sadə bölən nəyə bərabərdir? 3-ə bərabərdir də. Natural bölənlərin sayı nəyə bərabərdir? Gəlin baxaq. Qüvvətinin dedim üzərinə 1 əlavə edib bir-birinə vururam. Bunun üzərinə 1 əlavə etsəm 2. Bunun üzərinə 1 əlavə etsəm 3. Bunun üzərinə 1 əlavə etsəm 2. Vursam bir-birinə 6. 6-yı da 2-yə vuranda 12. Deməli bizim natural bölənlərimizin sayı neçə dənədir? 12 dənədir. Aydındır. Qaranlıq qalmadı uşaqlar. Kimə nə qaranlıq qalarsa yorumlarda yazar, izah edərəm. Və yaxud da ki bizim WhatsApp nömrəmizi qeyd edəcəm. WhatsApp nömrəmizi qeyd edəcəm. Nəyi bilməsəz yazarsınız. Qısa bir izah ataram sizə. Natural bölənlərimizin sayı 12 dənədir. Aha, indi baxın uşaqlar. İndi bir dənə də mürəkkəb bölənin tapılması var. Mürəkkəb bölənlərin sayı. Baxın, burada bizdə 100-ün 9 dənə ümumi natural böləni var. Bunlar içərisində sadə olan 2 ilə 5-dir. Bir dənə də burada 1 var ki, nə sadədir, nə mürəkkəb. Ondan qalanı hamısı mürəkkəbdir. Deməli, mürəkkəb bölənin sayını tapmaq üçün natural bölənin sayından çıxacam. Natural bölənin sayından çıxacam. Sadə bölənin sayı. Sadənin. Sonra 1 çıxacam. Deməli, 12 dənə bütöv natural bölənimiz var. Sadəmiz 3 dənədir. 1 də çıxanda 8 dənə. Deməli, 150-nin 8 dənə mürəkkəb böləni var. Hansıdır onlarda? 5-dir, 15-dir, 10-dur, nə bilim 75-dir, 150-nin özüdür, 30-dur, 75-dir dedim. Bunların hamısı bizdə mürəkkəb böləndir. İndi ola bilər sayını tam da demədim, amma siz yazıb taparsınız. Qeyd. Ədədin sadə böləni dedikdə onun müxtəlif sadə vuruqları başa düşülür. Natural bölənlərin sayını tapmaq üçün ədədin, bax görürsən, sadə vuruğu ayırmışam. Sadə vuruğu ayırandan sonra qüvvətlərinin üzərinə 1 əlavə edib bir-birinə vururam. Ədədin tam böləni deyəndə uşaqlar, tam bölənlərinin sayı. Onda natural böləni vuracam 2-yə. Tam bölən deyəndə bunu istəyir bizdən. İndi hələ tam ədədləri keçməmişik, keçəndə tam izah edərəm. Tam bölən bilirsiniz nədir? 1, -1, 2, -2, 3, -3, yəni mənfiləridir. Bir də yadınızda saxlayın, bu ümumi bir qaydadır. Tam bölənlərinin cəmi 0-a bərabər olur. Məsəl üçün, deyək ki, onun bölənin hansıdır? 1-dir, 2-dir, 5-dir, 10-dur, düzdürmü? İndi tam böləni deyəndə, bu naturaldır. Tam deyəndə bunların mənfisini də götürürsən. 5, -10. Bunların cəmi bizdə nə verir bütöv? Bunların cəmi əlbəttə ki, bizə 0 verəcək. Sonra uşaqlar, ədədin sadə formada vuruqlara ayrılması var. Məsəl üçün, deyək ki, 200-dür, düzdürmü? 200 ədədini necə asan sadə vuruqlara ayıra bilərik? Yadınızda bir şeyi, qaydanı saxlayın. 10 bizdə 1, 2, 1, 5 deməkdir. Yəni, bir sıfırımız 1, 2, 1, 5 deməkdir. Burada 2 dənə 0 var. 2 dənə 2 yaz, 2 dənə 5 yaz. Sonra burada yerdə nə qaldı? Bir 2'miz qaldı. 2'yi də yazdım buradan. 2'yi də 2'yə böləndə nə düşəcək? 1 düşəcək. Deməli bizim, gördünmü? 200'ün sadə vuruqlarını nə tez ayırdım. İstəsən bax 500'ü. 500 bizdə 2 dənə 0 var. 2 dənə 2 yazırsan, 2 dənə 5. Sonra bu 5'i də yazırsan buradan. 5 də 5'ə böləndə 1 qalır. Yəni bu formada da hesablayıb tapmaq olar. Uşaqlar, əbob nədir? Əkob nədir? Gəlin sizə bunun qəşəng izahını verim. Əbob bizdə. Baxın, deyək ki, 10 ilə 15'dir. 10 ilə 15'i nəyə bölə bilərəm? 1'ə bölə bilərəm.
2-yə bölə bilərəm, 5-ə bölə bilərəm, 10-a bölə bilərəm. 15-i nəyə bölə bilərəm? 1-ə, 3-ə, 5-ə, 15-ə. Bu, əbobu o deməkdir ki, əbob o deməkdir ki, ən böyük ortaq bölən. Ortaqlarımız 1-dir. 1-də 5-dir. Bunlar içərisində ən böyük olan hansıdır? 5-dir. Deməli, bizə əsas nə lazımdır? Biz nəyə baxmalıyıq? Ortaq bölən olsun. Məsəl üçün 10 ilə 15 hansı ədədlərə bölə bilərik? 1-ə bölə bilərik, bir də 5-ə bölə bilərik. Bunlar içərisində ən böyük olan hansıdır? 5-dir. Deməli, əbobun bizdə nəyə bərabər olacaq? 5-ə bərabər olacaq. Aydındır? Qaranlıq qalmadı ki. Sonra nə edirik? İndi əkobu necə tapıram? Əkob bizdə uşaqlar ən kiçik ortaq bölünəndir. Bax 10 ilə 15-i nə bölünənləri hansıdır? 10-dur, 20-dir, 30-dur, 40-dır, 50-dir, 60-dır. Düzdür? Bu sonsuza doğru gedir. 15-də 15-dir, 30-dur, 45-dir, 60-dır. Bax bunlarda ortaq olan hansıdır? Gördünüz? 30 ilə 60 və sonsuza doğru gedir axı hər ikisi. Sonsuz sayda ortaq bölünənləri var. Bunlar içərisində ən kiçik olan 30-dur. Deməli bizim əkobumuz nəyə bərabər olacaq? 30-a. Bu da belə. Sonra bizdə uşaqlar nə edirik? Necə edirik deyim sizə. İndi sual verə bilərsiniz, müəllim, əkobu beləmi tapırıq? Xeyr, əkobun tapılma üsulu belə deyil. Bu əkobun ümumi anlayışı idi. Mən sizə izah elədim. Baxın, tutaq ki, 48 ilə 72-nin əbobunu necə tapırıq? Hər ikisini sadə vuruğa ayırırıq. Sadə vuruğa ayırandan sonra hər ikisində olan, bax, burada 2 var, burada da 2 var, burada 2 var, burada da 2 var, burada 2 var, burada da 2 var, burada 3 var, burada da 3 var. Ortaq olanları dairəyə alıram. Dairəyə alandan sonra ortaqları bir-birinə vururam. 2-yi vuracam 2-yə, vuracam 2-yə, vuracam 3-ə. Cavabım eləyəcək 8, 8 3-ə vuranda 24. Deməli bizim cavab eləyəcək 24. Əbobum olacaq 24. Deməli 48 ilə 72-nin hər ikisini ən böyük nəyə bölə bilərəm? 24-ə. Məsələn 1-ə də bölə bilərəm, 2-yə də, 3-ə də, 4-ə də, 8-ə də, 6-ya da. Amma onlar içərisində ən böyük olan 24-dür. Bax, tapılma qaydasını da burada izah etmişəm. Əkobu necə tapırıq bəs? Əkobda uşaqlar yenə də sadə vuruqlara ayırdıq. Sadə vuruqları ayırandan sonra böyük ədədi götürürəm. Sonra burada bax böyük ədədi götürdüm 72-yi. Sonra burada nəyi dairəyə almamışam kiçik ədəddə? 2-ni 72-yi 2-yə vuracam. O da eləyəcək 144. Deməli mənim əkobum nəyə bərabər olacaq? 144-ə. Görürsən, yenə də bax burada böyük ədədi götürürəm. Sonra kiçik ədəddə artıq olanı, burada elə bil 4 dənə 2 var, burada 3 dənə 2-dir. Artıq olan 2-mizdir. 70-yi 2-yə vurdum, 144 etdi. Bax, bu da bizdə əkobun tapılması idi uşaqlar. Sonra, baxın, bir də sizə bir şey deyim. Əbobu 1-ə bərabər olan ədədlər var, ancaq 1-ə bölünür də. Məsəl üçün, bax, 10-dur, 11-dir. 10-u 2-yə bölürəm 5, 5-ə bölürəm 1, 11-dir, 11-ə bölürəm 1. Uşaqlar, baxın, burada bizdə bu ədədlərimiz, görürsünüz, ortaq sadə vuruğumuz yoxdur. Ortaq yoxdur. Yoxdursa adlanır qarşılıqlı sadə ədəd. Qarşılıqlı sadə ədədlərin əbobu 1-ə bərabərdir. Əkobu onların hasilinə, 10 ilə 11-in hasilinə. Deməli, bax, burada
Əgər AB ədədi birdən başqa heç bir ədədin ortaq böləni yoxdursa, onda belə ədədlər adlanır qarşılıqlı sadə ədədlər. Bu da 1-ə bərabərdir. Hansı ədəd qarşılıqlı sadə ola bilər? Ardıcıl natural ədəd, ardıcıl tək ədəd, 1 ilə istənilən ədəd. Həmişə qarşılıqlıdır. Və 2 dənə sadə ədəd də, 2 sadə ədədimiz də qarşılıqlı sadədir. Məsələn 11 ilə 13. Bunlar həmişə qarşılıqlı sadədir. 11 ilə 17 həmişə qarşılıqlı sadədir. Əkobu da izah etdim. Məsələn, gəlin baxaq görək. Tutaq ki, 10-dur. İndi bir dənə təzə boş verə qayırım. Deməli, məsəl üçün 27 ilə 36. Əbobunu tapaq, əkobunu tapaq. Əbobu tapanda sadə vuruqlara ayırıram. Sadə vuruqlara ayırıram. Sadə vuruqlara ayırandan sonra ortaq olanlar 3, 3. Ortaq olanların hasili əbob 27 ilə 36. Əbobum 9-dur. Deməli, 3-ü 3-ə vurursan, amma bir dənə ədəddə də ya bu ədəddə ortaq olanları, ya bu ədəddə ikisindən birinə. Daha həm bunda vurum, həm bunda vurum, yox. Bunda 3-ü 3-ə vurdum 9. Əbobum 9-dur. Əkobum necədir? 27 ilə 36-da 36-nı vururam, 36-nı vururam. 27-də nəyi dairəyə almamışam? Baxın, 27-də almamışam 3-ü dairəyə, düzdürmü? Ona görə 27-ni, 36-nı vuracam 3-ə. O da edəcək 108. Deməli, 27 ilə 36-nın əbobu 9-a, əkobu da 108-ə bərabərdir. Qarşılıqlı sadə ədədlərdə də uşaqlar əkob, bax, əgər A ilə B qarşılıqlı sadədirsə, əkob onda A vurulsun B-yə bərabər olur. A vurulsun B. Sonra uşaqlar, bax, burada qeyd etməmişəm. İndi deyirəm, siz də yazın. Deməli, əgər A ədədimiz B ədədimizə tam bölünərsə, məsəl üçün, deyək ki, əbob 10-dan 20-dir, düzdürmü? 20-yi 10-a bölmək olur, düzdür? Bəli, 2 dəfə düşür. 10-da bizim əbob kiçik ədədə, yəni bölənə, əkobumuz böyük ədədə, yəni bölünənə bərabərdir. Əbobumuz kiçik ədədə bölənə, əkobumuz bölünənə. Adətən bizə testlərdə bunu hərflə verirlər. Deyir A ədədi B ədədinin bölənidir. Böləndirsə A onda böləndir. Bölən nə idi? Əbob. Onda A-mız, əbobumuz A-ya bərabərdir. B ədədi onda bölünən olur. B-miz də bölünəndir. Ola bilər tərsinə versin. Desin ki, B A-nın bölənidir. Bölən B-dir. Burada onu demək istəyir. Üzrü sayın. Bunlar da belə. Sonra uşaqlar, bir də əbobun əkoba hasili var. Baxın, yazıram. Əbob A-B. Bunlar da düsturdur. Vurulsun əkob A-B. Bizim düsturumuz olacaq A vurulsun B. Burada siz bunun əslində açılışı da var. Amma çox uzundur deyə. İzahı da var da, belə deyək. Ehtiyac yoxdur. Elə düstur əzbərləsəz kifayət edir. Baxın, sonra əbobun, əkobun əboba nisbəti bizdə C verir. C bizdə ortaq olmayan sadə vuruqların hasilidir. Ortaq olmayan sadə vuruqların hasili. Məsəl üçün, bax, yuxarıda. Bax, görürsünüz, burada bu 3 ilə 3 ilə 3. Bunlar ortaqdır. Ortaq olmayan nədir? 3-dür, bir də bu 2-dir.
Deməli 3 vurulsun 2 vurulsun 2 olsa ortaq olmayan olacaq. Deməli orada biz C-ni o formada götürəcəyik. Yəni biz C-ni 3 vurulsun 2 vurulsun 2 götürəcəyik. Sonra bu C-dir. Sonra məsəl üçün uşaqlar deyirəm ki 36 ilə 45-in ortaq olmayan sadə vuruqlarının hasilini tapın. Necə edərik? Sadə vuruqlara ayırırıq. Deyək ki bax ortaq olanlar 3-dür. Ortaq olmayanlar budur. Bunlar ortaq deyil. Deməli C bərabərdir A, deməli 2-yə böldüm 18, 2-yə böldüm 9, 3, 3, 45-i 3-ə böldüm A 15 edir. 5-ə böləndə 3, 3. Hə, bax burada 3-lər də ortaqdır. Ortaq olmayan nədir? Ortaq olmayan 4-dür, bir də 5-dir. Deməli 4 vurulsun 5. O da eləyəcək 20. İndi uşaqlar, bir də ortaq olmayanları elə bil bunu kəsr formasında yazıb ixtisar etsən, məsələn bunu nəyə ixtisar edə bilərəm? 9-a. Burada nə qalacaq bizdə? 4 bölünsün 5. Bunlar ortaq olmayandır. Əgər ortaqları olsaydı əlbəttə ixtisar gedərdi. İxtisar getməyibsə deməli ortaq olmayanlardır. Vəsə əbobum buna bərabər. İndi yazıram əkob bərabərdir C vurulsun əboba. Baxın, qoy düsturları bunu silim buradan. Deməli baxın, düsturların hamısını yazın buradan, bir də ardından yazmayın. Deməli, düsturumuz belədir. Əbob kvadrat bərabərdir AB. Bərabərdir A vur B böl C. Əbob kvadrat. Əkob kvadrat bizdə bərabərdir AB bərabərdir AB C-yə. Sual verə bilərsiniz ki, müəllim, bəs bu hardan gəlir ki? Bu hardan gəlir ki belə? Hardan gəlir? Baxın. Ay Allah, bunu silək. Deməli, bu hardan gəlir? Sual verə bilərsiniz. Bu düsturlar. Baxın, bu birinci düsturumuz var. Bu ikinci düsturumuzdan əkobu tapsam, olacaq bizdə C vur əbob. Əbob. Gətirib bu birinci düsturda əkobun yerinə qoyuram. Yazıram əbob vur C vur əbob. O da bərabərdir A vur B-yə. Əbob 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 kvadrat edəcək. Bərabərdir A vur B. Bu niyə belə oldu? Hə. A vur B bölünsün C olacaq. C-yə böləcəyik. Əkobu da həmçinin elə tapırsan. Buradan əbobu tapırsan. Əbob bərabərdir əkob böl C. Gətirib yerinə qoyub tapırsan. Bunlar belə uşaqlar. Ayrı sizə canım desin. Burada qəşəng hamısının qaydalarını izah eləmişəm. Oxuyub baxa bilərsiniz. Deyir A ilə B ortaq olmayan sadə vuruqların hasili 9-dur. Əbob 8-dir. AB hasilini tap. Əbob 9, C-də C9, əbob 8 isə düsturumuzdur. Əbob kvadrat bərabərdir AB böl C-yə. Burada da nə edəcəyik? 9-un kvadratı neçə edir? 81. Burada 81 olmalıydı. 81-i 9-a vururuq. O da 576 edəcək. Nəsə ola bilər burada uşaqlar qarışdırmış. Burada belədir, belə. Burada 8-in kvadratı olmalıymış. 82 kimi düşüb olmaz bu. 8-in kvadratıdır. O da edəcək 64. 64-də 9-a vuranda 576. Sonra məsələn tutaq deyir bunu sadə vuruqların hasilinə ayır. Bu bayaq dediyim şeydir. Nə deyir? Hə. Bu düsturumuzda bizdə ədəddən kiçik, məsəl üçün deyək ki, o 20-dən kiçik, 20 ilə qarşılıqlı sadə. 20 ilə qarşılıqlı sadə hansıdır? 19-dur, 17-dir.
16 yox, 15 yox, 14 yox, 13-dür, 11-dir, 9-dur, 7-dir, 5, 4, 3-dür, 1-dir. Deməli 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə 20-dən kiçik qarşılıqlı sadə ədəd var. İndi bunları necə edəcəyik? Baxın. Baxın 20-yi sadə vuruğa ayırıram. Bunu bu qədər uzatmağa ehtiyac yoxdur. 2-yə böldüm 5, 5, 1. Necə eləyirəm? Yazıram. Düsturumuz bu formadadır. Ədədin özü vurulsun. Bu ədədin özü deməkdir. Ədədin özü vurulsun. Yəni 20 vurulsun. 20-nin sadə vuruğu 2, 5 müxtəlif olanlardan. 1 çıxılsın 2-də 1. Vurulsun 1 çıxılsın 5-də 1. 1-dən 2-də 1 çıxanda 2-də 1. 5-də 1-dən bunu çıxanda 5-də 4. 22-də 1-ə vuranda 10. 10-u da 5-də 4-ə vuranda 8. Qiymətim 8 edir. Deməli 20-dən kiçik, gördünüzmü? 8 dənə qarşılıqlı sadə ədəd var. 20 ilə, 20 ilə qarşılıqlı sadə ədəd. Məsələn, 120-dən kiçik deyirsə, 120-yi sadə vuruqlara ayırdıq. 2, 3, 5. Yazıram, bu 120 deməkdir elə bil. 120 vurulsun. 1 çıx 2-də 1, eləyəcək 2-də 1. Sonra 3-də 2, bir də 5-də 4. Bunlar da bir-birinə vuranda 32 edir. Deməli, bizim 32 dənə ədədimiz var. Məxrəci 91 olan neçə dənə ixtisar məxrəci 91 olan neçə dənə ixtisar olunmayan ədəd var. Məxrəci 91-dir. Düzdür uşaqlar? Məxrəc 91. Sürəti ilə ədəd yazmalıyam ki, sürətlə məxrəc ixtisar getməsin. Deməli, sürətlə məxrəc qarşılıqlı sadə olmalıdır. Yəni 1 ola bilər, 3 ola bilər, 4 ola bilər, 5 ola bilər. Bunların sayını tapmaq üçün 91-dən kiçik, 91 ilə qarşılıqlı sadə ədədlərin sayını tapmalıyam. Vəsə, burada da izah vermişəm. 91-dən də kiçik, 91 ilə qarşılıqlı sadə ədəd əmələ gətirənlər 72 dənədir. Deməli, 72 dənəsi ixtisar olunmayandır. Sonra nə edirik? Bizdən ixtisar olunanı soruşsa, ixtisar olunmayandır. Düzdür? Düzgün kəsirlərin ümumiyyətlə sayından bu ədəd çıxırıq. Düzgün kəsirimiz də 90 dənə olur axı. 91-də yuxarıya maksimum 90 yaza bilərəm. 90-dan çıxacam 72-yi. O da eləyəcək 18 dənə. 18 dənə də bizim düzgün olan, ixtisar olan kəsirimiz var. Bu da orta məktəbdə ilə çox istifadə olunmur. Burada bəzi ola bilər bu kəsir olunur, amma nə bilim bu A ədədinin müsbət tam bölənlərinin cəmi, yəni müsbət bölənlərin cəmi deyəndə natural bölənlərindən söhbət gedir də. Yəni mənfi olmayanların belə deyək. Cəm düsturudur. Bax bu da bayaqki kimidir. İstəsəz buna uyğun da bir nümunə yazaq. Məsəl üçün yazıram 20. 20-yi 2-yə bölürəm 5, 5 5-ə bölürəm 1. 2-yə bölürəm 10, 2-yə bölürəm 5, 5 5-ə bölürəm 1. Düzdürmü? Yazıram indi. 2 üstü 2, 5 üstü 1. Düzdür? Yazacağım. İndi baxın uşaqlar. Bu A nədir, B nədir? Bax onların izahını burada vermişdim. Bax burada. Bax görürsünüz. Bax bu. Deməli, ədədimiz bərabərdir. A üstü M vurulsun, B üstü M vurulsun, C üstü K. İndi baxın. A üstü M. Bax A üstü M. Yəni 2 üstü 2. 2 üstü 2-nin də üstü 1 gəlir. O da 2 üstü 3 olacaq. Çıx 1. Bölünsün. A çıxılsın 1. 2-dən 1 çıxıram 1 edir. Vurulsun. Burada C yoxdur. B necə tapsan? B 5 üstü 1-in üstü 1 gələndə 2. Çıx 1. Bölünsün. 5-dən də 1 çıxanda 4 edir. Vəsə. 8. Bura 7-dir. 25, 24. Burada 4. Bundan bu getdi. 6 altında vuranda 42. Deməli 20-dən A ədədinin müsbət bölənlərinin cəmi 42-dir. Müsbət bölənlərin cəmi neçədir bizdə? 42-dir. Sonra
Əboba baxaq uşaqlar. Əbobun kəsr ədədlərin əbobunun tapılması. Məsəl üçün deyirəm əbob. Məsələn 5-də 3 ilə 6-da 2, 6-da 5-in əbobunun və əkobunun tapılması. Ən gözəl qayda, bax bir dənə yadınızda saxlayın. İstər əbobu, istər əkobu, fərqi yoxdur. Kəsr olanda belədir. Birinci əbob gəlib, düzdürmü? Yuxarıda yaz əbob. Bu ikisi 3 ilə 5. Aşağıda da yaz əkob 5 ilə 6. Bu birinci qayda. İkinci qaydamız nədir? Bax, ikinci qaydamız odur ki, bunların hasili yox, bunların hasili yox. B-dir. Bu ikisinin hasili 25-də 1 vurulsun. Sonra əbob A-D. Yuxarıları vururuq. Əbob 15 ilə bir də aşağıları vuracağıq. Aşağılar da B-cıdır da, düzdür? Bunları vuracağım, o da olacaq 30. Bu da olur bizdə neçə olacaq? 25-də. Bu neçə edir bizdə uşaqlar? 25-də əbobum da 5 edir, eləmi? Bu da ixtisar gedəcək, nə qalacaq? 5-də 1 qalır. Düzdür? Düzdürmü? Yox, 15 edir əslində. Bu da 5-də 3 qalır. Düz yazdım yəqin. Düz yazdım yəqin. Burada uşaqlar, bu düstur. Bu düstur düzdür. Burada bir dənə düsturumuzun bu hissəsində bir yanlışlıq var. Yanlışlıq nədir? Baxın, əslində bunu yox, bunu belə yox, belə yazırıq. Baxaq, əbob A-B bir də D-C. Düzdürmü? Bax, burada nəyə diqqət edəcəyik? Nəyə diqqət etməliyik daha doğrusu? Bax, bunları ortaq məxrəcə gətirsəm, bunu C-yə vursam, bunu B-yə vursam. İndi baxın, bizdə oldu mu əbob B-cıda C, B-cıda D-B bərabərdir. İndi bax, B-cıları kənara çıxartsam, qalacaq əbob C ilə A C ilə B-dir. Bax, bu formadadır. Düsturumuz bu formadadır. Burada D aşağıda olmalıymış, C yuxarıda. B-D elə olmalıymış. Bu burada olmalıymış, bu da burada. Bu belə olmalıymış. Bunu çapda səhv düşüb. Bunlar belə. Sonra əkobda da eyni qaydadır uşaqlar. Bunlar da ki, əlavə nəm düsturlardır. Bu da sadə ədədlərimizdir. Gəlin indi bir iki dənə də test toplusuna baxaq. Baxaq görək nəyimiz var burada. Gəlin test toplumuza baxaq. Baxın, məsəl üçün deyir ki, ədədi 17-yə böldükdə natamam qismətdə 3, qalıqda 16 alınır. Bu ədədi tapın. Biz burada ədədin özünü tapmalıyıq, yəni bölünəni tapmalıyıq. Bölünənin düsturu nə idi? Buradan yazım. Bölünənimizin düsturu nə idi? Bölünənimiz o idi ki, bölünən bərabərdir, bölən vur qismət, üstəgəl qalıq. 17-yi 3-ə vuracam, üstə də qalıq gələcəm. Sonra 18-ə bölünmə əlamətimiz uşaqlar. 18-ə bölünmə əlamətimiz həm 2-yə, həm 9-a bölünməlidir. Deməli, ədədimiz cüt olmalıdır. Bax, təklərimiz rədd oldu. 2 dənəsi qaldı. Bunu da rəqəmlərini toplayın. Toplayanda 11, 14, 18 bu bölünmür. Yox, 14,
deməli 14, 18 yox bölünmür. 14, 4 də burada. 14, 4 də burada 18, 9 da burada 27. Bu bölünür. 9-a qalxsız bölünür. 9-a qalxsız bölünür o deməkdir ki, rəqəmlərin cəmi 9-a bölünməlidir. Toplayanda 9, 9, bu da 5 edir. Deməli, x 4 olmalıdır. Sonra 8-ə bölündükdə qalıq ola bilməz. Uşaqlar, qalıq ola bilməz 9. Biz dedik axı, böləndən böyük ola bilməz. Bölənə bərabər ola bilməz, böləndən böyük ola bilməz. Sonra 9-a qalxsız bölünür. Bunlardan izah etdim. 630-un neçə müxtəlif sadə vurğu var? Bayaq asan qaydada sadə vurğu ayırmağını öyrətdim. Bunu 2, 5 yazırsan, bu getdi. Qaldı 63. 63-ə də yazırsan, 3-ə bölürsən 21, 3-ə bölürsən 7, 7, 1. Baxın, burada da neçə müxtəlif? 1, 2, 3, 4 dənə. 4 dənə müxtəlif sadə vurğumuz var. 3-ə tam bölünür deyəndə rəqəmlərin cəmi 3-ə bölünməlidir. 2, üstə gəlinsin A, üstə gəlinsin 3, üstə gəlinsin B, üstə gəlinsin 8. Toplayanda 11, 13. Üstə gəl A plus B. A plus B'miz 2 olsa 3'ə bölünər. 11 olsa 24 bölünər. 7 olsa bölünməz. Bax, cavabım olacaq 7. Sonra uşaqlar 24-cü sualımıza baxaq. 24-cü sualımızda 15'ə bölünməsindən alınan qalığı tapın. Düzdürmü? Uşaqlar, bu tip sualları həll edəndə bayaq izah etdiyim kimi cəmin birinci hissəsinə baxırsan, cəmin ikinci hissəsinə baxırsan, birinci hissəni bölürsən, ikinci hissəni bölüb qalıqları toplayırsan. Birinci hissəmizdə 1 vur, 2 vur, 3 vur, 4 vur, 5 vur, 6 vur, 7 vur, 8 vur, 9 vur 10. Bu 15'ə bölünərmi? Əlbəttə bölünər. Niyə? 3'ü 5'ə vuranda neçə edir? 15. 15'i hər hansı bir ədədə vursan, 15'i məsələn 3'ə vursan 45 edir. 45 15'ə bölünür. 15'i 4'ə vursan yenə də həmən ədəd 15'ə bölünəcək. Deməli, bu ədəd 15'ə bölündü. Qalığım qaldı 0. 27'yi 15'ə böləndə qalıq da qaldı ki, cavabım edəcək 2. Yox. 27'yə böləndə axı 12 edir. 12 etdiyinə görə cavabım edəcək 12. Sonra baxın, Vaqifin addımı 80, Sabirinki 70'dir. Ən qısa məsafə əkob deməkdir. 70 ilə 80'in də əkobu 700, 560 edər. Baxın uşaqlar, deyir ki, əbob n edib. 10 ilə hansı ədəd olmalıdır ki, əbob n etsin. Bayaq mən sizə dedim, əbob kiçik ədəd edir. Əbob kiçik ədəd nə vaxt edir? Kiçik deyəndə orada özünə bərabər də ola bilər də. Deməli, 10'un böləni olmalıdır. 1, 2, 5, 10. 1 olsa 1 ilə 10'un əbobu 1, 2 olsa 2 ilə 10'un əbobu 2, 5 olsa 5 ilə 10'un əbobu 5, 10 olsa da 10 edir. Cavabım oldu C variantı. Neçə müxtəlif sadə vurğu var? Uşaqlar, bunu vurmağa ehtiyac yoxdur. Yazın. 2 vurulsun 3. 8 də yazıram, 2 vur 2 vur 2. Vur 35'i də 5 vurulsun 7 kimi. Tapdıq da. Bölünən 15 dəfə. Bu suallarda bizim şagirdlərimiz çətinlik çəkir. Necə həll edirəm? Bölünən 15 dəfə artırıldı. Qismət 5 dəfə artırılması üçün bölən necə dəyişmək lazımdır? Uşaqlar, yazıram. Bölünən, aşağıda bölən, bir də qismətdir. Düzdürmü? Qismət. İndi bölünən bizdə bərabərdir. Yox, biz nəyi tapmalıyıq? Böləni. Bax, bölən nəyə bərabərdir? Aşağıda bölən. Fizikaçılar yaxşı bilər. Bölünən bölünsün. Bölünsün qismət. Qismət. İndi bax, bölünən 15 dəfə. Məsələn, bu deyək ki, x-dir, bu da y-dir. İndi bunu 15 dəfə artırdım. Olacaq 15x. Bu qisməti 5 dəfə artıranda 5y. Cavab da olacaq 3x böl y. Düzdürmü? Görürsən, qiymətin nə olub? Qiymətin 3 dəfə artıb. Yox,
qiymətimiz deməli bölünəni 3 dəfə, qisməti 5 dəfə artması üçün bölünən necə dəyişməlidir? Hə, əvvəlcə bölənimiz bir buna bərabər idisə, indi olub bölünəni. Hə də, hə, vəsə 3 dəfə artırırıq. Nəyi düşünürük biz? 3 dəfə artır. Vəsə. Bax, A-B-nin böləni, A böləndir. Onda əbobda A-dır. Qarşılıqlı sadə ədədlərimizdə əkob nə idi? Ədədlərin hasili. Sonra bunlar asandır, bunları yazmaq istəmirəm. Bir də uşaqlar, baxın, 3 ildən sonra anarla kənarın yaşları cəmi. Yadınızda saxlayın ki, bir adam, məsələn, anar, kənan, düzdürmü? Deyək ki, bunun 10 yaşı var, bunun da 12 yaşı. Bunların yaşları cəmi 22-dir, hal-hazırda. 3 il sonra bunun hər ikisi böyüdüyünə görə bunların yaşlarının cəmi 6 yaş böyüyür. İndi bax, anarla kənanın 3 il sonra yaşlar cəmi 23-dür. Deməli, 23-dən mən 6 çıxmalıyam, o da edəcək 17. Baxın uşaqlar, bunlar heç də bunları da izah etdim, bunlardan da izah etdim, bunları da izah etdim. 60-50-yə bölmək üçün etiksiz ən az məsafə əkob deməkdir. Baxın, 69-cu suala. 69-cu sualda bizə deyir ki, 62 dənə oğlan var. 2-yə bölürəm 31. 93 dənə qız var. 3-ə bölürəm 21. Yox, 31. İndi baxın, biz 62 oğlan və 93 idman yarışlarında iştirak edən məsələn komandadır. Biz bax 62 oğlandan 93 qızdan qızı 31 dənə komandaya bölə bilərik. 62-yə 31-ə böləndə deməli 2 dənə oğlan olacaq hər komandada, 3 dənə də qız. Hər komandada neçə qız var deyəndə 3 dənə. Neçə şagird desə var, onda toplayıram 5 nəfər olacaq. Sonra 71-də 6, sonra da 15 nəfər olmaqla sıraya düzülürlər. Deməli, həm 6-ya bölünməlidir, həm 15-ə. 110-dan çox olmalıdır. 110-dan çox 6-ya və 15-ə bölünən 120-dir. Həm 2-yə, həm 7-yə bölünən ədədlər neçə 2 rəqəmli ədəd var? Uşaqlar, gəlin qaydanı izah edeyim sizə. Məsələn, bax 20-dir, bir də 30-dur. Bunlar arasında neçə ədəd var deyəndə 30-dan 20 çıxırsan, ondan da 1 çıxırsan. Çünki burada nə 20 daxildir, nə 30. Cavab elədir 9. Deyirəm indi, 20 yox, 30 daxildir amma. Onda nə indirəm? 30-dan 20 çıxıram, cavab 10 dənə. Deməli, 20 ilə 30 arasında bizdə 10 dənə ədədimiz var. 20 ilə 30 arasında hər ikisi daxildir deyəndə 30-dan 20 çıxırsan, üstə də 1 gəlirsən. Deməli, 11 dənə ədədimiz var ki, bizim 20 ilə 30 arasında yerləşir və bunların özü də daxildir hətta. 20-dən 30-a qədər də, belə deyək. İndi, desəm ki, bəs yaxşı, 20 ilə 30 arasında neçə dənə 3-ə bölünən ədəd var? Gəlin belə eləyək. 20 ilə 30 arasında ən birinci ədədimiz 21-dir. 30-un özü də daxildir. Deyirəm ki, 30 daxildir, 21 də daxildir. Neçə dənə 3-ə bölünən ədəd var? Nə edirsən? 30-dan 21 çıxırsan, bölürsən 3-ə. Hər ikisi daxil olanda qaydamız nə idi? Üstə 1 gəlir. Yox, biri daxil olmayanda 30-dan 21 çıxıb bölürəm 3-ə. Üstə daha 1 gəlməyə zada ehtiyac yoxdur. Aydındır. Uşaqlar, 4 dənəlinin, bax burada deyir ki, bu ədədləri böldükdə qalıqda 2 olan ən kiçik. Ən kiçik deyəndə biz nəyi tapırdıq? Elə ədəd olmalıdır ki, bu ədədlərə bölünən olsun. Yəni biz əkob tapmalıyıq. 4 dənəlinin əkobunu necə tapırsan? 7, 8, 9, 10. 4 dənəlinin əkobunu belə tapırıq, düzdürmü? 7 ilə 8-ə ikisinə 1 tapıram, 56. 9 ilə 10-a ikisinə 1 tapıram, 90. Düzdür? Tapdım mı bu ikisinin? Bu ikisinə 1 əkob. Sonra bu ikisinə 1 tapıram. O da təxmini
1000 nə qədər eləyir də. Sonra onun üzərinə də 2 əlavə edərsiniz. Qalıqda 2 var. Aha, gəldi indi nəyə? Gəldi indi dəyişənlərlə əbobun əkobun tapılması. Əbob deyirəm AB bərabərdir 4-ə. Uşaqlar, görürsünüz A ilə B-nin nisbəti nədir? A-nın B-yə nisbəti 3/5-dir. Bu o deməkdir ki, A-mız 3K-ya bərabərdir. B-miz 5K-ya. Deməli 3K, bir də 5K. İndi 3K, 5K. 3K ilə 5K-nın əbobunu tapanda, bax K-ların heç bir anlamı yoxdur. K-nı yaz buradan. 3 ilə 5-ə əbob tap nə edir? 1. Deməli bunun əbobu 1K-dır. 1K bərabər 4-ə. K-im 4 oldu. A-nı tapmaq üçün 4-ü 3-ə vuracam. 5-i də 4-ə vuracam 20. Okey mi? Okey. Sonra baxaq nəyə? Deyir A ədədi 7B-yə bərabərdir. A deməli yazıram əkub AB bərabər 28-ə. A 7B-dir. 7B böl B. Yazıram əkub bərabərdir 28-ə. Bax uşaqlar 7B B. Deməli bizim əkobumuz ilə 7B-yə bərabərdir də. Biz deyirdik, ədədin biri digərinə tam bölünür. 7B B-yə böləndə 7 düşür də. Bölə bilirik. Əkob onda böyük olur. 7B. Bu da 28-dir. B də 4-dür. İndi belə də tapa bilərsən əslində. Məsəl üçün bax, 7B ilə 1B. B-mizi yeni saxlayırsan kənarda. 7 ilə 1-ə tapırsan əkob 7 eləyir. Bəs bizdə daha bu qədər. Yəni də 90 izah edirəm. Ondan sonra yoruldum da. Kiminlə sual olarsa digər izah edərəm sonra. Baxın 90-da uşaqlar AB qarşılıqlı sadədir. Deməli əkub A vur B-dir. Bərabərdir 390-a. Bunun məxrəcinə 1 atıram. Ortaq məxrəcim B olacaq. B-yi A-ya vuranda AB üstəgəl B bərabərdir 28-ə. AB-yi 390-dır yerinə qoy. Oradan tap B-ni. Yazıram 390 üstəgəl B bərabərdir 28 B-yə. Onu buna vurdum. Bu B deyilmiş, 30 uymuş uşaqlar. Bu da 30'dur. 28, bu da 420 bərabərdir 28 B-yə. 28-i 420 ilə 28-i bölün tapın da. Bir zəhmət biraz da siz əziyyət çəkin. Əbobum 2m minus 1-dir, plus 1-dir, düzdürmü? Bunlar necə ədəddir? Qarşılıqlı sadə. Qarşılıqlı sadə ədədlərin əbobu nədir? 1-dir uşaqlar. Yazırsan 4m çıx 7 bərabərdir 1-ə. 4m bərabərdir 8-ə, m də bərabərdir 2-yə. Sən. Deməli nə edilir uşaqlar? Bir də 104-ü sizin xətrinizə, sizin gül xətrinizə izah edeyim. AB ədədinin bu ədədə bölünməsi bərabərdir 4-dür, qalıqda da 2 qalır, düzdürmü? Bunu buna vuranda AB bərabərdir 12A çıx 8B üstəgəl 2. Yazıram AB də 10A üstəgəl 1B bərabərdir 12A çıx 8B plus 2. Düzdürmü? Buradan da 2A bərabərdir mənfi 7B üstəgəl 2. Belə yazaq da 7B bərabərdir 2A plus 2. İndi baxın uşaqlar. AB cəmini tapın deyir. A-ya 1 versək olmaz. 2 versək olmaz. 3, 4, 5, 6, 7 versəm 6 versəm olar. 6 olsa 12, 14 edir. B-im onda 2 olacaq. B-im 2-dir, A-im da 6. Əkobun əboba nisbəti. İstəsəz bax, əkobu da tapın. Gəlin belə deyək də sizə bir. İndi görək A nədir? A ədədimiz bax. A budur. 3-dən 6 dənədir. 3-dən 6 dənədir. B ədədimiz yox, A ədədimiz hələ bitmədi. 7-dən də 3 dənədir. B ədədimiz bizdə. Baxın 4-dən
B ədədimiz 3-dən 4 dənədir. 4 dənədir. 3-dən 4 dənə. Burada 7-dən də 7 dənədir. Nə gözəl. Əkobu tapanda uşaqlar. Əkob. Əkob A ilə B. Bax, bunlarda necə edirsən? Ortaq olanlar hansıdır? 3, 3 üstü 6, bir də 7 üstü 7. Ən böyüyünü götürürsən. Ortaq olmayan varsa, ortaq olmayan da yazacaq. Əbobda isə ortaqlarımızdan qüvvəti daha kiçik olanı. Məsəl üçün, əbob istəsək də əgər, ortaq olan hansıdır? 3-lərdir. 3 üstü 4-ü, bir də 7 üstü 3-ü götürəcəm. Aydındır mı? Bax, A-nın AB-nin əbob kvadrata bölünməsi bu bizdə C-nin düsturudur. Yadınıza gəlir, bizdə var idi ya, əbob kvadrat bərabərdir A vur B böl C. Burada C-ni tapanda AB-ni buna bölürsən. Burada da ortaq olmayanlar bunlar da elə bir-birinə vur çıxsın getsin. Daha qalanlarını da özünüz bir səfər işləyərsiniz, bilmədiklərinizə də baxaram. Sağ olun, görüşənədək.